Salam, bugünkü dərsimiz 8-ci sinif 2-ci hissədən 5.1 mövzusunun ardı ilə tanış olmaq olacaqdır. Bildiyiniz kimi, gündəlik qidamızda zülallar, yağlar, karbohidratlar, enerji lazım olan tələbatımızı ödəmək üçün, bədənimizin qurulması üçün lazım olur. Hər gün qidamızın tərkibində biz zülal tərkibli maddələr də qəbul edirik. Bədən hüceyrələri, toxumaları, orqanları əsasən zülallardan qurulmuşdur. Əsas tikinti materialımız zülalın hesabınadır. Bundan başqa bədənimizdə mürəkkəb bioloji funksiyaları yerinə yetirən bioloji fəal maddələr, fermentlər və digər maddələr də zülal təbiətli maddələrdir. Qəbul elədiyimiz qidanın tərkibində olan zülallar olduğu şəkildə hüceyrələr tərəfindən mənimsənilə bilmir. Həzm orqanlarımız tərəfindən həmin qida maddələri bu təsvirdə gördüyümüz kimi amin turşulara həzm olunur. Amin turşular isə qana keçərək qan vasitəsilə hüceyrələrə çatdırılır. Hər bir hüceyrədə isə orqanizmin məxsus olan yeni zülal molekulaları əmələ gəlmiş olur. Bundan başqa qəbul elədiyimiz qidaların tərkibində elə amin turşular var ki, onlar bizim orqanizmimizdə sintez oluna bilmir. Ona görə də heyvan mənşəli qidaları da qəbul etmək lazımdır ki, onların tərkibində olan heyvan mənşəli deməli, məhsullar bildiyiniz kimi daha yaxşı həzm olunma qabiliyyətinə malikdir. Onun tərkibində olan amin turşular orqanizmimizdə sintez oluna bilmədiyinə görə bizim üçün lazım olan spesifik zülalların hazırlanmasında həmin amin turşulardan istifadə olunur. 1 qram zülal tam parçalanma zamanı 17,6 kilojol enerji ayrılır. Bildiyiniz kimi orqanizmimizdə olan üzv maddələr oksidləşir. Bu zaman karbon qazı, su, əgər zülalsa orada amoniak da əmələ gəlir və 1 qrama görə qeyd elədik ki, 17,6 kilojol enerji ayrılmış olur. Bunun üçün qidalanma norması mövcuddur. Hər gün qidamızın tərkibində təxminən biz 100-150 qrama qədər sutkalıq olaraq bu qədərinə zülalı qidanın tərkibində qəbul etməliyik ki, zülal maddələrinə olan tələbatımız, yəni zülalı olan tələbatımız orqanizmi təmin edə bilsin. Qida maddəmizin tərkibində zülallarla yanaşı karbohidratların da olması vacibdir. Karbohidratlar orqanizmimizdə əsas enerji mənbəyidir. Enerji olan ehtiyacımızın təqribən, bax burada da yazılıbdır, 58% karbohidratın payına düşür. Bildiyiniz kimi karbohidratlar orqanizmimizdə qlikozaya parçalanmış olur. Orqanizmimizin daxili maye mühitinin sabit qalmasında qlikozanın miqdarı qanın tərkibində 0,8-0,12 mg faiz təşkil etməlidir. Bundan artıq olanda, yəni çoxlu miqdarda karbohidrat qəbul eləyəndə, o artıq olan hissə qaraciyərdə və əzəllərdə heyvani şəkər olan glikogen şəklində toplanmış olur. Uzun müddət insan ac qalanda və yaxud da ki, karbohidrata ehtiyac duyulanda bu zaman həmin glikogen yenidən glikozaya çevrilmiş olur ki, orqanizmdə glikozaya və ya karbohidrata olan ehtiyaclarını bu proses nəticəsində əldə etmiş olurlar. Qidanın karbohidratı qeyd elədik glikozaya parçalanır, həzm orqanlarımız tərəfindən qana keçir və onun artığı glikogen şəklində ehtiyac şəklində qaraciyərdə, əzəllərdə toplanır. Amma karbohidratlarda oksidləşərək enerji verir. Orqanizmin enerjiyə olan başlıca tələbatı bu proseslə ödənilir və son parçalanma məhsulları olaraq karbon qazı və su əldə olunur. Enerji isə enerji olan tələbatımızı ödəmiş olur. 1 qram karbohidratın verdiyi enerji 17,6 kilojola bərabərdir. Karbohidrat tərkibində karbohidrat olan sutkalıq tələbatımız isə təxminən 500 qrama bərabərdir.
Bundan başqa qidanın tərkibində həmçinin biz yağ olan maddələr də qəbul edirik. Yağlar gliserin və yağ turşularından ibarət olan mürəkkəb üzvü birləşmələrdir. Əsas qida maddələrindən biri hesab olunur. Enerji mənbəyi kimi də istifadə oluna bilər. Bundan başqa hüceyrə membranının tərkibində də olur. Yəni bədənimizin müəyyən hissələrinin qurulmasında, hüceyrələrin müəyyən membranlarının qurulmasında da inşaat funksiyası yerinə yetirə bilir və yaxud dəraltı piy qatında və digər hissələrdə də toplana bilər. Bədənimizə lazım olan yağlar bağırsaq xovlarında olan fermentlərin iştirakı ilə sintez olunur, sonra isə limfaya sorulur. Limfa vasitəsilə isə sonda yenidən qanın tərkibinə keçərək qan vasitəsilə hüceyrələrə çatdırılmış olur. Qidamızda olan yağlar dedik ki, gliserin və yağ turşularından ibarətdir. Bunlar da oksidləşirlər. Oksidləşən zamanı yenə də karbon qazı, su və enerji əmələ gəlir. 1 qram yağın verdiyi parçalanmasından, 1 qram yağın tam parçalanmasından, bax burada da təsvirdə göstərilibdir, 38,9 kilojul enerji ayrılır. Zülallara, yağlara olan tələbatımız kimi, zülallara, karbohidratlara aid olan tələbatımız kimi sutkalıq yağlar üçün də normal mövcuddur ki, bu tələbat hardasa 80-100 qrama bərabərdir, gündəlik norma olaraq. Öyrəndiklərinizi tətbiq edin. Uyğunluğu müəyyən edin. Bax, bu hansına aiddir, onu müəyyənləşdirməyə çalışacaq. Bax, A-da verib gliserin və yağ turşuları qeyd elədi ki, gliserin və yağ turşuları yağların tərkibinə daxildir. Ona görə bax, burada yağın tərkibini, yağ yazılan yerdə qarşıda A-nı qeyd edirik. Yəni, yağların tərkibi gliserin və yağ turşularından parçalanır, ondan ibarətdir. Sümüklərin böyüməsi təmin edən kalsium duzlarıdır. B-ni yazırıq, bax, kalsium duzları olan yerə. Orqanizmin əsas enerji mənbəyi rolunu qeyd elədik ki, orqanizm üçün karbohidrat rol oynayır. C-ni bax, buraya yazırıq. Amin turşulara parçalanan isə zülallardır. D-ni buraya yazırıq. Eritrositlərin tərkib hissəsini təşkil edir dəmir. Bax, yeni bura yazırıq. 5-ciyə. Çölmə pigmentinin tərkibinə daxildir. Bu, A vitamini olacaqdır. F isə bax, buraya yazırıq. Müzakirə edin. Karbohidratlar, yağlar nə ilə fərqlənir? Bildiyiniz kimi karbohidratlar şəkər və yaxud da ki, glikozadan qurulmuş olur. Yağların isə tərkibi gliserin, atomlu spirt olan gliserin və yağ turşularından təşkil olunubdur. Onlar qida məhsullarında, hansı qida məhsullarında olur? Bildiyiniz kimi karbohidratlar meyvə və tərəvəzlərin tərkibində üstünlük təşkil edir. Bundan başqa yağlar isə ən çox düzdür, yağ tərkibində yağ olan bitkilər də mövcuddur. Qoz, fındıq və s. Həmçinin qida məhsulları olaraq yağlar heyvan mənşəli qidaların tərkibində də üstünlük təşkil eləyir. Baxırıq, burada öyrəndiklərinizi yoxlayın. Baxaq, bura. Deyir ki, 100 qram ağ çörəkdə 8,1 qram zülal, 0,9 qram yağ və 47 qram karbohidratın olduğunu bilərək onların parçalanması zamanı ayrılan ümumi enerjini hesablayın. Mən vaxta qənaət eləmək üçün hesablayıb bunu əvvəlcədən bura qeyd etmişəm. Bildiyiniz kimi zülallar 1 qram 17,6 kilojul enerji vermək qabiliyyətinə malikdir tam parçalanan zamanı. Ona görə də 8,1-i 17,6-ya vursaq 142,56 kilojul enerji verdiyini hesablamış oluruq və yaxud da ki 0,9 qram yağ, deməli tam oksidləşəndə 1 qram bildiyiniz kimi yağ oksidləşən zamanı 38,9 kilojul enerji verir ki, 0,9-u 38,9-a vurmaqla 35,1 kilojul almış oluruq yağın hesabına. 47 qram isə karbohidrat olduğuna görə karbohidratda
Zilallar kimi 1 qramı 17,6 kilojol enerji vermək qabiliyyətinə malikdir parçalanan zaman. Ona görə 47-ni biz 17,6-ya vurmaqla 827,2 kilojol almış oluruq. Burada isə ayrılan ümumi enerjini hesablayın dediyinə görə, bax bu rəqəmləri bir-biri ilə toplasaq, ümumi enerjinin 1004,77 kilojol enerji əldə olunmuş olacaqdır. İkinci soruşulur, uzun məsafə qət edən idmançıya nə üçün şirin çay içməyi məsləhət görürlər? Qeyd elədik ki, orqanizmin enerjiyə olan tələbatı başlıca olaraq karbohidrat, yəni qlikoza tərəfindən ödənilir. Ona görə də şirin çay içmək məsləhət görülür. Bunu şokoladla da əvəz etmək olar və s. Üçüncü, yalnız bitki mənşəli qidaların qəbul edilməsi sizcə hansı vitaminin çatışmamazlığına səbəb ola bilər? Bildiyiniz kimi A qrupu vitaminləri həm də heyvan mənşəli qidaların, məhsulların tərkibində olur. Ona görə də bitki mənşəli qidalarla birlikdə heyvan mənşəli qidaları da qəbul etmək lazımdır ki, A vitamininə olan çatışmamazlıq aradan qaldırılsın. Bu qədər, sağ olun.